Bu dolların qalxıb və yaxud enməyini biləsiniz. Nə vaxt qalxacaq, nə vaxt enəcək. Bu videom biraz uzun çəkəcək. Amma kim dinləsə, əvvəlcədən elə özünüz də kimsə demədən biləsiniz ki, dollar 1 manat 70 qəpik olacaq və yaxud neçə olacaq. Deməli, Azərbaycanda dünyada ən məşhur yayılan praktikadan istifadə olunmur xarici valyutanın məzənnəsində. Yəni üzən məzənnə tətbiq olunmur. Bəzən deyirlər üzən məzənnədir, indi hamıya bəllidir ki, stabildir bizdə. O da ki, nədən irəli gəlir? Uzun müddət ölkə müstəqil olandan sonra bunu əvvəl başlayıblar tətbiq etməyə, sonra görürlər ki, stabildir, insanlar razıdır, biznes adamları razıdır və uzun müddət tətbiq edirlər. Bundan başlayaq da. İstənilən ölkəyə valyuta kritik olaraq çox mühüm ehtiyaclıdır da. Məsələn, kimsə hələ mən yüngül tələbələrə deyirəm də, kimsə istirahət istəyir, kimsə xarici daha keyfiyyətli məhsul istəyir, hansı ki Azərbaycanda istehsal olunmur. Bunlar hələ ikinci dərəcəli tələblərdir. Bir də var ən mühüm birinci dərəcəli kritik tələblərdir. Hansı ki qida təhlükəsizliyi, insanların müəyyən qidalanmaya ehtiyacı var. Hansı ki müharibə olarsa, indi Allah eləməsin, silah almaq, bu da dollar olmasan heç bir ölkə sənə silah vermir. Buna görə deməli mən bunu niyə deyirəm? Yəni ona görə deyirəm ki, hər ölkənin valyuta ehtiyatı olması labüddür. Azərbaycanda niyə birinci dəfə dollar qalxmışdı? 2014-cü ildən gedir söhbət. Çünki valyuta ehtiyatlarımız kəskin azalmaya başlamışdı. Normalda 33-34 milyard dollara çatan valyuta ehtiyatı, mən 2014-cü ildən danışıram. Qonşu ölkələrdə və ümumiyyətlə bütün dünyada dolların qiyməti kəskin artdığına görə əsas səbəbi bunun neftin qiyməti aşağı düşməsidir. Daha doğrusu mən deyərdim neftin qiyməti aşağı düşdüyünə görə ölkəmizə dollar az gəldiyinə görə və bundan sonra bütün dünyada artmağa onu təsir elədi. Ölkəmizdə dollara tələb çoxaldı və valyuta ehtiyatlarımız azalmağa başladı. Yəni ölkəmizə gələn dolların sayı çıxan dollardan çox oldu. Çıxan dollardan necə çıxır? Nəqd götürüb aparmırlar. Düzdür, nəqd aparılanlar da var. İndi mövzu bu deyil. Sadəcə insanlara xaricdən gələn məhsul çox ucuz gəlir. Yəni daha bahalı bir şeylər alırdı. Əlində olan manatı dəyişir ucuz kursla, mülayim kursla və bahalı bir şey əldə edirlər. 2014-cü ildə tələb çoxaldığından valyuta ehtiyat, bizdə də valyuta satışa çıxardanda ehtiyatlardan götürürlər. Valyuta ehtiyatları sürətlə azalmağa başladı. Yəni təxminən həftədə bir 10 gündə 1 milyard dollar, məsələn 34 oldu 33, 33 oldu 32, 32, 31, belə hər həftə, hər 10 gündən 1 milyard dollar ehtiyat azalırdı. Baxmayaraq ki, ölkəyə eyni zamanda dollar da gəlir. Onu nəzərə alaraq azalırdı. Və son 2 gündə ilk devalvasiyadan bir neçə gün öncə bir günə yarım milyard dollar, yəni hər 2 günə 1 milyard dollar azaldı. Yəni 29 milyard oldu, 28 milyard oldu. 2 gündən 1 milyard düşürdü. Bu da indi kör hara gelir, axıra hara gelir. Bayaq videonun əvvəlində dedim axı kritik ehtiyacdır bizə. O qutarandan sonra tutaq ki valyuta fondundan satışa çıxarıldı. Qutarandan sonra nə edəcək? Yenə ehtiyac var axı. Bunun da ən belə bəlli olan yolu, çıxış yolu, valyutanın qiymətini qaldırmaqdır. Ona görə 2014-cü ildə devalvasiyaya getdik. 1.5 oldu. Nəsə biraz başlayayım qısaltmağa ki, mən videonun əsas nəticəsi odur ki, növbəti dəfə dollar qalxmağını siz əvvəlcədən biləsiniz. Qayıdım 2014-də 1.5 oldu, 1.55 oldu, 1.90 oldu, sonra tələb kəskin azaldı. Ondan sonra 1.70'də tutdu öz kursunu dollar. O da ki nədən bilindi? Valyuta ehtiyatları artıq azalmamaya başladı. Bir də ki biz sual vermək olardı bu yerdə ki, niyə 35-dən 34-də, 33-ə, 32-ni bu qədər gözləyirdik də? Çünki 2008-ci ildə, indi kimin hatırlığında da yox, mənə maraqlı olur, həmişə özüm baxıram. Bir də ki, bu dediklərim proqnoz deyil də. Çox adam valyutanın kursunu proqnoz eləyir. Bu sadəcə mənim müşahidəmdir. Hansı ki, proqnozdan da dəqiq çıxa bilər. Yalnız istisna odur ki, dövlət öz siyasətini dəyişir. Yəni stabil kursdan imtina eləyir, həqiqətən üzən məzənnəyə buraxır.
2008-ci ildə belə bir kriz olmuşdu. Rusiyada qalxdı. Məsələn 30 rubl idi, kimdə yadındadırsa 60 rubl oldu. Türkiyədə türk lirəsi qalxdı, Qazaxstanda, İranda, hər yerdə dollar qalxdı, Gürcüstanın özündə. Bizdə saxladılar, bir müddət saxladılar, qaldırmadılar. Ondan sonra stabilləşdi. Yenə də valyuta ehtiyatlarımız başladı artmağa. Ona görə 2014-cü ildə də biraz zərərə getdi. Zərər dedikdə, yəni valyuta ehtiyatlarımız, strateji valyuta ehtiyatları əslində bunlar. Azalmağa qoymadılar, başladı qalxmağa. Keçdi bugünkü günümüzə. Hal-hazırda Azərbaycanda həmin o 28-ə düşən valyuta, 28 milyar dollara düşən valyuta ehtiyatlarımız var idi. Sonra başladı tədricən qalxmağa. 10 il keçib üstündən 2014, 2015, 2025. İndi bugün valyuta ehtiyatlarımız 72 milyar dollara çatıb. Bax, daimi başlayıb artmağa. Bu da təbii ki neft və qaz satışından gəlir də. Niyə bu ildə başlayıblar danışmağa ki, dollar qalxa bilər? Çünki valyuta ehtiyatlarımızın artması azalmayıb ha. Yəni valyuta ehtiyatlarımız artmanın sürəti azalıb. Yəni çox sürətlə artırdı. Bir ilə təxmini bir neçə milyar dollar artırdı. İndi çox az artıb da, yəni cüzi artıb, 1 milyard ətrafında artıb. Bu da niyə? Çünki neft satışımız son ildə 10% azalıb. Normalda düzdür, azala gedirdi, tədricən azalır. Son bir ildə çox az başlamışıq satmağa. Düzdür, dövlətimizin planları var. Yeni qaz yataqlarıdır. İlk dəfə olaraq bizim qaz satışımızdan valyuta daha çox gəlir, nəinki neftdən. Sonra küləkdən, dənizdən, günəş enerjisindən elektrik yenə də onu da dollara satmağa planlaşdırırlar. Nəsə, yenə də videonun əsas məqsədinə keçim ki, hazırda ölkəmizdə 72 milyard dollar valyuta ehtiyatları var. Hansı ki, artmaq sürəti azalmaqla bərabər onun müşahidə edərək siz bilə bilərsiniz ki, dollar yenə qalxacaq yoxsa yox. Çünki daha öncələr bizdə valyuta ehtiyatı azalanda hökumət qərara gəlib ki, dollar qalxacaq. Hal-hazırda bu da hər ay, hər il və yaxud hər ildə istənilən vaxt girib internetdə baxa bilərsiniz ki, hazırda bizdə ölkəmizdə strateji valyutamız nə qədərdir. Təxminən indi nəsə dəyişiklik olanda mən yenə video ilə çıxış edəcəm, amma keçin birbaşa kurs məsələsinə bu il, gələn il gözləmirəm. Düzdür, indi sıxıntılı var, hər an hər şey ola bilər. Bayaq videonun ortasında dediyim kimi dövlət istənilən vaxt qərar verə bilər ki, dolların indiyənə kimi son 30 ildə saxladığımız kimi kursu saxlamır o da, üzən məzənnəyə buraxırıq. Onu da az ehtimal eləyirəm, amma ehtimal həmişə var. Bu il, gələn il ola bilər ki, heç ümumiyyətlə yaxında, heç 5 ildə də dollar qalxmasın, amma hal-hazırda biraz təzyiq var da, bizim Azərbaycan manatının stabil qalmasına biraz təzyiq var. Çünki artım artıq əvvəlki kimi deyil. Təki azalmasın ehtiyatlarımız. Sağ olun. Bu 8 dəqiqə, 9 dəqiqə dinlədiyiniz üçün minnətdarım sizə.